Promo kodlardan necə istifadə etmək olar? Bu videoda promo kodların nə üçün qurulduğunu, onların harada qurulmasını və necə istifadə ediləcəyini izah edəcəyik. Promo kodları mövcud müştəriləri yenidən cəlb etmək və yeni müştəriləri cəlb etmək üçün effektiv vasitədir. Onlar müştərilərinizə komissiyanıza əsasən faiz və ya sabit məbləğdə endirim təqdim edən xüsusi kodlardır. Promo kodları müştərilərə nəinki pula qənaət etməyə kömək edir, həm də hər kəs üçün mümkün olmayan fərdi endirim və ya bonus təklif etməklə onlara xüsusi hisslər yaşadır. Məsələn, siz müştərinin ad günü, bayram tədbiri və ya qeyri-aktiv müştəriləri rezervasiya etməyə təşviq etmək üçün promo kodu təklif edə bilərsiniz. Promo kodları aşağı mövsümlərdə satışları artırmaq və ya yeni səyahət məhsulları təqdim etmək üçün də yaxşı işləyir. Bundan əlavə, onlar sizə hansı təkliflərin auditoriyanızla daha çox rezonans doğurduğunu təhlil etməyə imkan verir və gələcək marketinq kampaniyalarını dəqiqləşdirməyə kömək edir. Promo kodları yalnız müştərilərinizə endirimlər təklif etmək üçün bir yol deyil, həm də blogerlər və təsir edənlərlə işləmək üçün əla vasitədir. Siz onları unikal kodlarla təmin edə, onların yaratdığı trafiki izləyə və müvafiq olaraq tərəfdaşlarınızı kompensasiya etmək üçün bu datadan istifadə edə bilərsiniz. Əsas menyuda promo kod idarə etmə bölməsinə keçin. Gəlin iki fərqli ssenariyə baxaq. Müştərinin doğum günü üçün bir dəfəlik promo kodu və aşağı mövsümdə Tayland sifarişlərini stimullaşdırmaq üçün təkrar istifadə edilə bilən promo kodu. Əlavə et düyməsini basın və bütün tələb olunan sahələri doldurun. Birinci ssenari. Əliyev Emin ad günü üçün bir ay ərzində istənilən sifarişə 5% endirimdir. Bir dəfəlik promo kod seçimini seçin. Qısa və sadə kod adı ilə gəlin. Siz promo kodun etibarlılığını müəyyən ölkələrlə məhdudlaşdıra bilərsiniz, lakin bu halda biz bütün ölkələri əlçatan buraxacağıq. Rezervasiyon və səyahət tarix aralığını dəqiqləşdirməyə əmin olun. Saxla klikləyin. İkinci ssenari, Instagramda, Telegramda video və promosiyon kanalında postu əhatə edir. Taylandda yay tətili sifariş etmək üçün təxminən 100 evro endirim. Unutmayın ki, sistem avtomatik olaraq promo kodun işləməsi üçün tələb olunan minimum xidmət dəyərini təklif edir. Bu məhdudiyyət komissiya parametrlərinizdən asılıdır. Sonra çox istifadəli promo kodu seçin ki, birdən çox adam ondan istifadə edib, ad yaradıb, onu bir ölkə ilə məhdudlaşdıra bilsin. Ölkə məsələn Taylanddır. Rezervasiya müddəti bir həftədir. Gecə sayısı 7-dir. Saxla düyməsinə basın. İndi yaradılmış promo kodu nəzərdə tutulan alıcılara göndərib və ya sosial mediada dərc edə bilərsiniz. Siz həmçinin lazım olduqda promo kodu redaktə edib və ya söndürə bilərsiniz. Promo kodu alan müştəri. Veb-saytınızda promo kodun şərtlərinə cavab verən səyahət xidməti sifariş etdikdə, endirim əldə etmək üçün sadəcə olaraq kodunu daxil etməlidir. Eyni proses müştəri sizin onlar üçün yaratdığınız rezervasiya üçün ödəniş etmək üçün linki izlədikdə də tətbiq olunur. Endirimli qiyməti tətbiq etmək üçün onlar müvafiq sahəyə promo kodu daxil etməlidirlər. Eyni zamanda agent hesabınızda promo kod idarə etmə bölməsində promo kodlardan istifadə edərək edilən müştəri sifarişlərini izləyə bilərsiniz.
Məsələn, müxtəlif promo kodları ilə edilən sifarişləri izləyə bilərsiniz. Əminik ki, promo kodları müştərilərinizlə daha güclü əlaqələr qurmağa, müştərilərin loyallığını artırmağa və təbii ki, daha çox satış aparmağa imkan verən biznesinizi inkişaf etdirmək üçün güclü vasitədir. Onlardan istifadə edin, müxtəlif formatlarla sınaqdan keçirin və onların xidmətinizi daha da tələbkar və uğurlu etməyə necə kömək etdiklərini görün. Video başa çatdı, amma 24/7 dəstəyimiz heç vaxt dayanmaz. Əgər suallarınız varsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.